Отец наш Небесный, Господь, спасибо Тебе за это время, которое мы можем проводить вместе, Господь. Səmavi atamız, ya Rəbb, çox sağ ol bu vaxta görə ki, biz birlikdə keçirə bilirik. Время вместе друг с другом, и также спасибо Тебе, Господь, за то, что Ты с нами. Bir-birimizlə olan vaxta görə və həmçinin də sənin bizimlə olduğuna görə çox sağ ol, ya Rəbb. Благослови, Господь, сейчас Твое Слово для нас. İndi bizim üçün olan sənin sözünə xeyir-dua ver. Давай нам глубокие размышления, Господь. Bizə dərin araşdırma vaxtı ver, ya Rəbb. Более глубокое представление о том, кто Ты есть, какой Ты. Sənin kimliyin haqqında, sənin necə olduğun haqqında daha dərin təsvir ver bizə, ya Rəbb. Да, во имя Иисуса Христа. İsa Məsihin adıyla. Аминь. Amin. Аминь. Помните, о чем мы в воскресенье говорили? Yadınızdadırmı biz bazar günü nə haqqda danışırdıq? О молитвенной жизни Иисуса Христа. İsa Məsihin dua həyatı haqqında. Помните? Xatırlayırsınız? О том, как его служение началось с молитвы. Necə ki onun xidməti duadan başlamışdı. О том, как оно продолжалось постоянно. Necə o davam edirdi, davamlı Молитва, olaraq. молитва, везде молитва. Hər yerdə dua var idi. Накормить 5000 человек, молитва. 5000 insanı doyuzdurmaq üçün После dua. этого молитва. Bundan sonra dua. Перед учением молитва. Nəsə öyrətmədən əvvəl dua. После учения молитва. Öyrətdikdən sonra da dua. Нужно отдохнуть. Что он делал? Dincəlmək lazımdır. O Когда zaman o nə нужно было edirdi? отдохнуть, он шел молиться. Dincəlmək lazım olanda o dua etməyə gedirdi. Что бы ни делал, Nə edirdisə, да, молитва. dua edirdi. Dua var И idi. сегодня мы будем говорить тоже об одном таком удивительном моменте. Bugün də biz belə bir möhtəşəm, heyrətamiz bir an haqqında danışacağıq. Когда Христос уже был очень близок к тому, чтобы пойти на крест. Nə vaxt ki İsa artıq çarmıxa getməyə çox yaxın idi. Очень близок. Çox yaxın И он idi. знал об этом. Və o bu haqqda bilirdi. И даже в это время, Və hətta bu an даже в самое тяжелое для него время, onun üçün ən çətin bir anda молитва. dua edirdi. Давайте с вами вместе прочитаем из Евангелия от Марка. Gəlin Markın müjdəsini birlikdə oxuyaq. Из 14 главы. 14-cü fəsildən. Тридцать второй стих. Мы начинаем с 32 стиха. 32-ci bənddən başlayacağıq. Пришли в селение, называемое Гефсимания, и Иисус сказал ученикам своим: «Посидите здесь, пока я помолюсь». Sonra Getsemani adlanan bir yerə gəldilər. İsa şagirdlərinə dedi: "Mən dua edərkən siz burada oturub qalın." 33 стих. «И взял с собою Петра, Иакова и Иоанна, и начал ужасаться и тосковать». O Peteri, Yaqubu və Yəhyanı özü ilə apardı. Özündə bir həyəcan və narahatlıq hiss etməyə başladı. И сказал им: «Душа моя скорбит смертельно, побудьте здесь и бодрствуйте». Onlara belə dedi: "Ürəyimi elə dərin kədər bürüyüb, az qalır ki ölüm. Burada qalın və oyaq olun." И, отойдя немного, пал на землю и молился, чтобы, если возможно, миновал его час сей. İsa bir qədər irəli getdi və üzü üstə yerə qapanıb dua etdi ki, mümkündürsə bu an ondan yan keçsin. И говорил: «Авва, Отче, все возможно тебе, пронеси чашу сию мимо меня, но ничего я хочу, а чего ты». O belə dedi: "Abba, ata, sənin üçün hər şey mümkündür. Bu kasanı məndən uzaqlaşdır, amma mənim yox, sənin iradən olsun." Возвращается и находит их спящими и говорит Петру: «Симон, ты спишь? Не mог ты бодрствовать 1 час?» İsa şagirdlərinin yanına qayıdıb gördü ki, onlar yatıb. O Peteri səslədi:
Şimon, yatmısan? Məgər bir saat oyaq qala bilməzdin? Бодрствуйте и молитесь, чтобы не впасть в искушение. Дух бодр, плоть же немощна. Oyaq qalıb dua edin ki, sınağa düşməyəsiniz. Ruh həvəsli, cisim isə gücsüzdür. И опять отойдя, молился, сказав то же слово. İsa yenə oradan uzaqlaşdı və eyni sözləri təkrar edərək dua etdi. И, возвратившись, опять нашел их спящими, ибо глаза у них отяжелели, и они не знали, что ему отвечать. Qaydanda gördü ki, onlar yenə yatıb, çünki onların gözləri yumulurdu. Bilmədilər ki, İsa'ya nə desinlər. И приходит в третий раз и говорит им: вы все еще спите и почиваете? Конечно, пришел час, вот предается Сын Человеческий в руки грешников. İsa üçüncü dəfə onların yanına qayıdıb dedi: Hələ də yatıb dincəlirsiniz? Bəsdir, vaxt yetişdi. Budur, bəşər oğlu günahkarların əlinə təslim olunur. Встаньте, пойдем, вот приблизился предающий меня. Qalxın gedək. Budur, mənə xəyanət edən gəlir. И тот час, как он еще говорил, приходит Иуда. Və o danışarkən hələ Yahuda gəlib çıxdı. Как он это сказал? Пришел Иуда, который предал его. Necə o demişdi? Onu xəyanət edən Yahuda gəldi. Это удивительный отрывок. Bu çox heyrətamiz bir hissədir. И он содержит очень много. Он содержит очень много о характере Христа, он содержит очень много о его выборе. Və burada İsa Məsihin xasiyyəti haqqında, onun seçimləri haqqında geniş təsvir olunub. Мы прочитали как отрывок для того, чтобы у нас создалась определенная картина того, о чем мы будем говорить. Biz bu hissəni oxuduq ki, bizim danışacağımız şeylər haqqında bir təsvirimiz olsun. Но сейчас мы пойдем стих за стихом. Ancaq biz indi bəndlə Хорошо, gedəcəyik. стих за стихом, и будем размышлять с вами вместе. Birlikdə sizinlə hər bəndi araşdıracağıq. Итак, начинаем опять с 32 стиха. Yenə də 32-ci bənddən başlayırıq. «Пришли в селение, называемое Гефсимания. Getsemani adlanan bir yerə gəldilər. Иисус сказал ученикам своим: посидите здесь, пока я помолюсь». İsa öz şagirdlərinə dedi: Mən dua edərkən burada oturub qalın. Итак, Гефсимания. Budur Getsemani. Иисус взял с собой учеников. İsa özü ilə şagirdlərini Он взял götürdü. с собой Петра, Иакова и Иоанна. Peteri, Yaqubu və Yahyanı götürdü. Он пошел туда, чтобы молиться. Ora getdi ki, dua etsin. Молиться перед тем, как он пойдет на крест. Çarmıxa getməzdən əvvəl dua etsin. Мы уже сказали о том, что все его служение, оно всегда было окутано, всегда было пропитано молитвой. Biz artıq bu haqqda danışdıq ki, onun bütün xidməti sanki dua ilə hopmuşdu. Шел ли Иисус? Вот очень важный вопрос. Шел ли Иисус молиться с целью того, чтобы вымолить Отца, чтобы не пойти на крест? Və budur, bu sual ortaya çıxır. İsa gedib dua edirdi ki, atası ona icazə versin ki, çarmıxa getməsin. Это очень важный вопрос. Bu çox önəmli bir sual. Какая была цель в том, что он взял своих учеников и пошел молиться? İsa'nın öz şagirdlərini götürüb dua etməyə getməsində məqsədi nə idi? Потому что дальше в его молитве мы видим следующие слова. Он написано: «Авва, Отче, все возможно тебе, пронеси чашу сию мимо меня, но ничего я хочу, а чего ты». Çünki daha sonra onun sözlərində bunu görürük ki, o deyir: Abba, ata, sənin üçün hər şey mümkündür. Bu kəsanı məndən uzaqlaşdır. И если мы просто возьмем просто этот отрывок, только его, Və əgər biz sadəcə bu bəndi götürsək, ayırsaq, нам будет намного сложнее на самом деле понять мотив Иисуса. bizə İsa'nın niyyətini anlamaq daha çox çətin olacaq. Для чего он пошел туда? Nəyə görə o oraya getdi? Нам нужно прочитать еще один стих. Bir dənə də bənd И oxumalıyıq. он в Евангелии от Иоанна, Və o Yəhyanın в müjdəsindədir. 12 главе. 12-ci fəsil. Давайте прочитаем 27 стих. 27-ci bənd oxuyaq. Иисус здесь говорит: «Душа моя теперь возмутилась. И что мне сказать? Отче, избавь меня от чаши сего, но на сей час я и пришел».
27-ci bənddə deyir: İndi ürəyim təlaş keçirir. Nə deyim? Ey ata, məni bu andan xilas et deyimmi? Lakin mən elə bu an üçün gəldim. Очень важно. Еще до Гефсимании, Çox önəmlidir. Hətta Getsemaniyyə gəlməzdən əvvəl когда Иисус смотрел вперед, когда Он думал о будущем, İsa gələcək haqqında düşünəndə и Ему было трудно. onun üçün çətin idi. И мы будем много сегодня говорить о том, что Ему было трудно. Və biz bu gün o haqqda çox danışacağıq ki, onun üçün çətin idi. Но Его отношение, Ancaq onun münasibəti разве мне сказать так, разве мне сказать: «Отче, избавь меня от чаши сего», но я пришел на этот час. Onun münasibəti belə idi ki, nə edim? İndi deyim ki, ata məni bu andan xilas etmi? Yəni lakin mən elə bu an üçün gəldim. Я пришел для того, чтобы пойти на крест. Mən çarmıxa getmək üçün gəldim. И вот Он здесь. И момент предательства, момент креста, он приближается. Və budur, xəyanət vaxtı, çarmıx vaxtı gəlir. И здесь написано: Он начал ужасаться и тосковать. Və burada yazılır ki, o həyəcan keçirirdi. Очень сильно ужасаться и тосковать. Çox qorxu gəlirdi və təlaş Эти keçirirdi. слова в оригинале, они имеют просто бешеный акцент. Bu sözlər orijinalda deməli çox xüsusi bir vurğusu var. Ему было очень тяжко, и он очень скорбел, и он очень мучился. Onun üçün çox çətin idi. O sanki əziyyət çəkirdi. Ему было очень трудно. Ona Когда çox он çətin пришел idi. туда, ему было очень трудно. O buraya gələndə onun üçün çox çətin idi. И он говорит об этом ученикам. Və o bu haqqda danışır öz şagirdlərinə. Никогда до этого он с учениками так не разговаривал. Heç vaxt bundan əvvəl o şagirdləri ilə bu şəkildə danışmayıb. Это было такое особенное нагруженное время, Bu xüsusi yüklənmiş bir vaxt idi. когда Иисус понимал, Nə vaxt ki isə başa düşürdü. скоро он примет огромный груз. Yaxında o ağır bir yük götürəcək Это üzərinə. будут не просто физические страдания. Bu yalnız fiziki əziyyətlər deyildi. Это будет груз греха всего мира. Bu bütün dünyanın günahının yüküydü. Сколько он весит? Onun çəkisinə Сколько qədər весит грех всего мира? Сколько весят все грехи? bütün dünyanın bütün günahlarının çəkisi nə qədərdir? Если написано «плата за грех – смерть», если плата за один грех – это смерть, Əgər yazıldığı kimi bir günahın əvəzi ölümdürsə, сколько весят грехи всего мира, каждого человека, каждый грех? bütün dünyadakı bütün insanların hər bir günahının çəkisi nə qədərdir? Подумайте об этом весе и затем подумайте об этих словах. Bu çəki haqqında düşünün və sonra bu sözlər haqqında düşünün. Он начал ужасаться и тосковать. O təlaş keçirirdi və qorxuya düşürdü. И затем он говорит: Və sonra o deyir: «Душа моя скорбит смертельно». İndi ürəyim təlaş keçirir. Душа моя скорбит смертельно. Ürəyim təlaş keçirir. Побудьте здесь и бодрствуйте. Burada olun və oyaq qalın. 34. Затем 35 стих. И отойдя немного, он пал на землю и молился. От Марка, 14 глава, 35 стих. 4-cü fəsil 35-ci bənd. İsa bir qədər irəli getdi və üzü üstə yerə qapanıb dua etdi ki, mümkündürsə bu an onunla yan keçsin. И он говорит: «Авва, Отче, все возможно тебе. Və o deyir: Abba, ata, sənin üçün hər şey mümkündür. Пронеси чашу сию мимо меня». Bu kəsanı məndən uzaqlaşdır. Он сказал эти слова. O bu sözləri dedi. Очень интересно. Он сказал эти слова. O bu sözləri Все dedi. возможно тебе. Hər şey sənin üçün mümkündür. Авва, Отче, все возможно тебе. Abba, ata, sənin üçün hər şey mümkündür. Пронеси чашу сию мимо меня. Bu kəsanı məndən uzaqlaşdır. Какое это было давление, сколько боли, сколько ужаса Bu necə bir təzyiq, necə bir qorxuydu на Иисусе Христе. İsa Məsihin üzərində. Когда Он с дерзновением до этого говорит: Nə vaxt ki o bundan əvvəl əminliklə «Я для deyir. этого и пришел». Mən bunun üçün gəlmişəm. Разве мне так сказать? Нет, я пришел для того, чтобы пострадать. Я пришел на крест.
İndi belə deyimmi? Axı mən məhz bu an üçün gəlmişəm, çarmıq üçün gəlmişəm. Когда до этого он называл Петра сатаной, Nə vaxt ki bundan əvvəl o Peterə iblis deyir. когда Петр возражал Христу. Peter çarmıxa qarşı bir şey deyərkən Какое давление здесь, necə böyük təzyiq var какое burada. давление, Necə böyük təzyiq var. где Иисус говорит эти слова. Hardakı İsa bu sözləri Пронеси deyir. чашу сию мимо меня. Bu kasanı məndən uzaqlaşdır. Так удивительно. Necə də heyrətəmizdir. Но ничего я хочу, а чего ты? Amma mənim yox sənin iradən olsun. Но ничего я хочу, а чего ты? Mənim yox sənin iradən olsun. Это сильная молитва. Bu çox güclü bir duadır. Фома Аквинский сказал очень интересную вещь. Thomas, Фома Аквинский. Foma Akvinski çox maraqlı bir şey demişdir. Он сказал такую вещь. Он сказал, в Гефсимании у Иисуса были замечены две вещи. Getsemani bağında İsa Məsihdə iki bir şey nəzərə çarpır. Две воли. İki bir iradə. Две воли. İki Две воли irade. Христа. Məsihin iki iradəsi. Первое – это воля естественного желания. Birincisi təbii istəyin iradəsi. Как человека. İnsan kimi. Воля естественного желания. Təbii istəyin iradəsi. И вторая – это воля разумного выбора. İkinci isə bilərəkdən şuurlu seçimin iradəsi. Voluntas naturalis – естественный выбор. Voluntas naturalis təbii şuurlu seçim deməkdir. Təbii iradə. Təbii iradə deməkdir. Voluntas rationalis. Voluntas rationalis isə это выбор, который он сделал, обдумав. Это разумный выбор. bu isə şuurlu bir seçimdir. Он принял решение. O qərar qəbul edir. Насколько важно это понимать? Nə qədər Насколько önəmlidir важно bunu понимать, anlamaq. что у Иисуса был этот момент. Nə qədər önəmlidir bilmək ki, İsa Məsihdə bu an Этот момент olmuşdur. решения. Seçim anı. Да, он шел к этому всю жизнь. Bəli, o ömrü boyu bu vaxta Да, qədər он знал, для bu чего он vaxt üçün пришел. Он пришел для креста. bilirdi nə üçün gəlib, çarmıq üçün gəldiyini bilirdi. Но если бы не было этого времени, Amma ancaq bu vaxt olmasaydı, если бы не было этого времени осознанного выбора, ancaq bu şuurlu seçimin vaxtı olmasaydı, принятие решения под огромным давлением, ağır təzyiqin altında qərar verməyi, seçim etməyi, имел ли бы крест такую силу? onda çarmıxın bu qədər gücü olardımı? Именно в этом заключается огромная сила любви. Məhz bunda sevginin böyük gücü göstərilir. Именно здесь он выбирает послушание. послушание. Məhz burada o itaəti seçir. Там, где все остальные падают Hardakı digər hər kəs yıxılır Под под давлением. təzyiq altında. Да, как у человека, у него есть естественное желание избежать этих огромных страданий. И он понимает, что эти страдания, они огромные. Bəli, insan kimi onun təbii istəyi var ki, bu ağır əziyyətlərdən qaçsın, çətinliklərdən qaçsın И затем он принимает решение. və daha sonra o qərar qəbul edir. Я подчинюсь Отцу до конца. Mən ataya sona qədər itaətli olacağam. И он принимает решение Və o bir qərar qəbul edir и говорит, встаньте, пойдем. və deyir, qalxın gedək. Вот приблизился предающий меня. Budur mənə xəyanət edən yaxınlaşır. Встаньте, пойдем. Qalxın gedək. Он принимает это решение. Здесь, в Гефсимании, это особенное время. Getsemanidə olan bu vaxt xüsusi bir vaxt idi. O qərar qəbul edir. Когда есть огромное давление на Иисусе Христе. Nə vaxt ki, Məsihin üzərində ağır И təzyiq var когда так сильно проявлена его человеческая воля. və burada onun insani iradəsi necə də böyük şəkildə üzə çarpır. Но не для того, чтобы украсть от его славы. Ancaq ona görə yox ki, onun izzətini oğurlasın. Напротив, Əksinə, для того, чтобы показать, как он в этом моменте, под этим огромным давлением, выбирает подчинение, послушание Богу Отцу.
Əksinə bunu göstərmək üçün ki, bu qədər ağır təzyiq altında o hələ də ataya itaəti seçir. Насколько это славный момент. Nə qədər də bu izzətli bir vaxtdır. Ничего я хочу, а чего ты. Amma mənim istədiyim yox, sənin iradən olsun. Как в момент страданий, как в момент скорби, Deməli, əziyyətlər vaxtı, кядер вахты, kədər vaxtı, как он выбирает возвращаться в молитву. necə də o seçim edir ki, duaya qayıtsın. 3 раза 3 dəfə возвращаться в молитву. yenidən duaya qayıtsın. Есть скорбь, есть боль, есть давление. Я еще ужасаюсь. Что мне делать? Я возвращаюсь в молитву. Kədər var, ağrı var, təzyiq var. Mən hələ də təlaş keçirirəm. Nə edim? Duaya qayıdım. На самом деле, эти rебята, Петр, Яков и Иоанн, Əslində Peter, Yaqub və Yahya, это ведь не особо так удивительное у них поведение, правда? amma bu onlarda o qədər də yəni heyrətamiz bir an değildi. То есть, окей, они пошли, они просто уснули, они Yəni просто устали. təəccüblü bir vaxt değildi. Onlar sadəcə yatdılar. Я думаю, чувствовали ли они какое-то давление на себе? Mən hətta düşünürəm, sual verirəm ki, görəsən onlar öz üzərində bir təzyiq hiss edirdilərmi? Да, наверное, да, тоже чувствовали. Bəli, yəqin ki, onlar da hiss edirdi. Но обычно, когда мы чувствуем давление, Ancaq adətən biz təzyiq hiss обычно, edərkən, когда мы сталкиваемся со скорбью, biz kədərlə üzləşərkən, как мы реагируем, как Biz- человек реагирует, biz necə reaksiya veririk buna? по Biz necə по davranırıq? своим естественным желаниям, какая реакция? Öz təbii istəklərimizə əsasən necə bir reaksiya veririk? Я хочу спать, не трогайте меня. Mən yatmaq istəyirəm, mənə toxunmayın. Я сейчас не хочу думать ни о чем, хорошо? Я не хочу думать ни о чем. Mən indi heç nə haqqında düşünmək istəmirəm. Можно я просто посмотрю фильм? Olar mən sadəcə bir filmə baxım Или просто полежу и музыку послушаю? və yaxud da biraz uzanım, musiqiyə qulaq asım. Просто оставьте меня в покое на некоторое время. Sadəcə məni bir müddət rahat buraxın. Мне тяжело, не трогайте меня, мне тяжело. Mənə çətindir, mənə toxunmayın. Знакомое состояние? Sizə tanış bir haldırmı? Это естественное состояние. Bu təbii bir haldır. Это естественное желание. Təbii istəkdir. Когда Иисус, Он выбирает другое. Amma nə vaxt ki İsa başqa bir şey seçir. Нет, я возьму Петра, Иакова и Иоанна. Yox, mən Yaqubu, Peteri və Yəhyanı götürəcəm. Я попрошу их молиться. Onlardan xahiş edəcəm ki, dua Сработает etsinlər. это или нет? Я попрошу их молиться. Bu işə yarayacaq, yoxsa yox? Mən xahiş edəcəm ki, dua Я etsinlər. буду просить снова и снова. Mən yenə və yenə xahiş edəcəm. Знаете, я думаю об этом часто. Bilirsiniz, mən bu haqqda Когда tez я düşünürəm. прошу кого-то молиться за себя. Nə vaxt ki mən kimdənsə xahiş edirəm ki, mənim üçün dua Вы etsin. как? Вы вообще думаете об этом? Когда вы просите молиться за себя кого-то, вы думаете об этом, а он помолился или нет? Siz kimdənsə sizin üçün dua etməsini xahiş edərkən düşünürsünüzmü? O da indi dua etdi yoxsa yox? А насколько он серьезно отнесся к этому? Вот На я qədər я o buna- просил молиться, насколько серьезно для него это? Mən axı xahiş etdim. Nə qədər o bunu ciddiyə aldı? Иисус просил молиться своих учеников. İsa öz şagirdlərindən xahiş etdi ki, dua Иногда бывает etsinlər. такое, знаете, такое бывает и сегодня. Bəzən bu baş verir, indi bu gün də baş verir. Нас prосят молиться, Bizdən xahiş edirlər ki, dua edək. и мы, как Петр, Иаков и Иоанн, мы просто засыпаем. Və biz Peter, Yaqub və Yahya kimi yatırıq. Но удивительное отношение Иисуса Христа. Ancaq Məsihin xüsusi münasibəti Он var. просит еще раз, O yenə də и xahiş edir, просит еще раз, yenə də istəyir и сам идет молиться. və özü gedir dua etməyə. Молиться в скорби. Kədərdə dua etməyə. Я думаю, вот эта молитва, она удивительная. Mən düşünürəm ki, bu dua möcüzəlidir, heyrətamizdir. Молитва в скорби, молитва под давлением. Kədərdə, təzyiq altında Это, olunan dua. наверное, особенная молитва такая. Bu yəqin ki, xüsusi bir Молитва duadır. в скорби. Kədərdə olan dua. Какая она? Necə bir duadır? Очень интересно. Çox maraqlıdır. Все возможно тебе. Hər şey sənin üçün Это mümkündür. такая молитва, правда. Все возможно тебе. Отче, Боже, я знаю, все возможно тебе. Ya Rəbb, mən bilirəm, hər şey sənin üçün mümkündür. Пронеси чашу сию мимо меня. Bu kəsanı məndən uzaqlaşdır.
И затем, но ничего я хочу, а чего ты. Amma sonra mənim istədiyim yox, sənin iradən olsun. Есть ли в этой молитве что-то для нас? Bu duada bizim üçün olan bir şey varmı? Для нашего времени скорби. Bizim kədərdə olan vaxtımız Для üçün. того времени, когда мы находимся под давлением. O vaxt üçün ki, nə vaxt ki biz təzyiq altında oluruq. Есть ли что-то для нас? Bizim üçün bir şey varmı burada? Никаких манипуляций в сторону Бога. Allaha tərəf heç bir manipulyasiya yoxdur. Боже, ты все можешь. Ya Rəbb, sən hər şeyi bacararsan. Сделаешь это, Bunu edəcəksənmi? но пусть не моя воля, но твоя будет. Ancaq qoy mənim iradəm yox, sənin iradən olsun. Пусть будет твоя воля. Qoy sənin iradən olsun. И снова, и снова. Və yenə və yenə. А в двух других Евангелиях также. Həmçinin də digər iki müjdədə də belədir. В Евангелии от Матфея, Mattanın müjdəsində 26 глава, 42 стих. 26-cı fəsil 42-ci bənd. Очень интересно. «Отче мой, если не может чаша сия миновать меня, чтобы мне не пить ее, да будет воля Твоя». Ey atam, əgər mən içmədən bu kəsanın keçməsi mümkün deyilsə, qoy sənin iradən olsun. Евангелие от Луки, 22 глава, 42 стих. Lukanın müjdəsi 22-ci fəsil 42-ci bənd. «Отче, если хочешь, пронеси чашу сию мимо меня. Впрочем, не моя воля, но Твоя да будет». Ey ata, əgər sənin iradənə məqbuldursa, bu kəsanı məndən uzaqlaşdır. Amma mənim yox, sənin iradən olsun. И, наконец, послание к евреям, Və nəhayətdə İbranilərə məktub 5 глава. 5-ci fəsil Послание к евреям, 5 глава, 7 стих. 7-ci bənd. «Он во дни плоти своей с сильным воплем и со слезами принес молитвы и моления, могущему спасти его от смерти». Məsih yer üzündə cisimdə olduğu günlərdə onu ölümdən qurtarmağa qadir olan Allaha böyük fəryad və göz yaşları ilə dua edib yalvardı və möminliyinə görə eşidildi. Ага. «И услышан был за свое благоговение». Və möminliyinə görə eşidildi. Иисус молился İsa dua edirdi. с сильным воплем, со слезами. Böyük fəryad və göz yaşları ilə. Он молился тому, кто мог спасти его от смерти. O kəsə dua edirdi ki, onu ölümdən qurtara bilərdi. И как это интересно. И услышан был. Və maraqlı hissə budur ki, o eşidildi. Его молитва, она была услышана. Onun duası eşidildi. Очень интересно. Çox maraqlıdır. Его молитва была услышана. Onun duası eşidildi. Но как же? Ancaq necə? Как она была услышана? Necə bu eşidildi? Ну, потому что он сказал. Что он сказал? O nə demişdir duada? Твоя воля да будет. Sənin iradən olsun. Твоя воля да будет. Sənin iradən И olsun. он был услышан. Və o eşidildi. Он был услышан. O eşidildi. Его молитва была услышана. Onun duası eşidilmişdir. Хотя он и сын, 8 стих, однако страданиями навык послушанию. 8-ci bənd. O oğul olduğu halda çəkdiyi əzablarla itaətli olmağı öyrəndi. Страданиями навык послушанию. Əzablarla itaətli olmağı öyrəndi. Эти страдания, они привнесли определенный опыт в жизнь Христа. Bu əziyyətlər Məsihin həyatına xüsusi bir təcrübə gətirdi. Этот момент, где были две воли явлены. Bu an o vaxt ki, iki iradəsi üzə çıxmışdır. Естественная воля Təbii, deməli, iradə и затем его разумное решение.
və daha sonra onun şüurlu seçimi. Это как раз тот момент, Bu Как- məhz o vaxtdır ki, где определяется этот навык послушания. nə vaxt ki itayətkarlıq bacarığı Он ortaya çıxır. принял решение, O qərar qəbul принял edir. решение быть послушным. Qərar qəbul edir ki, itayətli olsun. Еще раз, всю свою жизнь он был послушен. Həyatı boyu o itayətli idi onsuz И da. это никогда не было вопросом для него. Никогда. Bu onun üçün heç vaxt bir sual belə deyil. И вот сейчас, Və indi еще раз, yenə də естественное желание, огромное давление и так много всего. təbii istək, ağır təzyiq və daha çox şeylər. Ужас и скорбь, и боль, и страх. Təşviş, qorxu, ağrı və təlaş, Вагорху. qorxu. И он говорит, Və o deyir: твоя воля да будет. Sənin iradən Твоя olsun. воля да будет. Sənin iradən olsun. 9 стих. И совершившись, сделался для всех послушных ему виновником спасения вечного. Və 9-cu bənd. Kamilliyə çatandan sonra ona itaət edənlərin hamısı üçün əbədi xilas qaynağı oldu. Насколько это славное спасение, Nə qədər bu izzətli bir xilasdır. когда мы понимаем, Nə vaxt ki biz anlayırıq. он выбрал это. O bunu seçdi. Не просто перед тем, как прийти в этот мир. Bu dünyaya gəlməzdən əvvəl təkcə deyil. Одно дело, когда он выбрал умереть за нас на небесах, Bir tərəfdən o bizim üçün göylərdə qərar qəbul только edir в ki, своей bожественной природе, öz Илахи ilahi табиатында. təbiətində bu qərarı qəbul edir. Но он выбрал это Və в o Гефсимании. ancaq həmçinin də o bunu Getsemani bağında seçir. Он принял это решение в Гефсимании. O bu qərarı Getsemanidə Еще раз. bir daha Еще раз подтвердил это решение. bir daha bu qərarı Он выбрал təsdiqləyir. это. И мы говорим, он добровольно пошел на крест. Və biz deyirik o Он Добровольно. gönüllü. könüllü Он getmişdir. добровольно пошел на крест за нас. O çarmıxa bizim üçün könüllü getmişdir. Добровольно. Könüllü. Это было не только решение на небесах. Bu təkcə səmadakı qərar deyildir. Нет, здесь у него был выбор. Burada da onun seçimi var idi И он принял решение. və o qərar qəbul etdi. Очень серьезное решение. Çox ciddi bir qərar И он принял его в молитве. və o bunu duada qəbul etdi. Просто подумайте об этом. Sadəcə bu haqqda düşünün. В скорби, Kədərdə, когда сложно, nə vaxt ki çətin idi, когда жесткие обстоятельства в жизни. nə vaxt ki həyatda çox ağır şərtlər var. Я могу принимать решения Mən qərar qəbul edə bilərəm. в молитве, Duada, перед Богом. Rəbbin önündə. Решения, принятые в молитве, Duada qəbul olunan qərar, во время скорби, kədər vaxtı, во время давления. təzyiq vaxtı. Насколько это славно, Nə qədər bu izzətlidir, насколько это сильно. nə qədər bu qüvvətlidir. Аминь. Amin. Давайте помолимся. Gəlin dua edək. О, Господи, спасибо Тебе. Ya Rəbb, çox sağ ol. Спасибо за добровольную жертву. Çox sağ ol könüllü qurban üçün. Спасибо Çox sağ ol. за эту молитву, Çox sağ ol bu dua üçün. за то, что Ты обучаешь нас. Çox sağ ol ki bizi öyrədirsən. Как мы можем прятаться в молитве, Necə biz duada gizlənə bilərik. Помоги нам бодрствовать, Боже. Kömək et ki biz gümrah olaq. Да, Господи, спасибо Тебе. Çox sağ ol ya Rəbb. Если кто-то из тех, кто слушает сейчас это послание, никогда не принимал Иисуса Христа в свое сердце, Əgər bu mesaja qulaq asanlardan kimsə heç vaxt İsa Məsihi qəbul etməyibsə öz ürəyinə, скажите в своем сердце: öz ürəyinizdə deyin: Иисус Христос, я верю в Тебя. İsa Məsih, mən sənə iman edirəm. Я верю в то, что Ты добровольно пошел на крест, чтобы искупить меня.
Mən iman edirəm ki, sən məni yumaq üçün könüllü şəkildə çarmıxa getmisən. чтобы омыть все мои грехи. Mənim bütün günahlarımı yumaq üçün. Я верю. Mən iman edirəm. Ты знал, что это будет больно, но ты принял решение пойти до конца. Sən bilirdin ki, bu ağrılı olacaq, ancaq sən sona qədər getmək üçün qərar verdin. Я верю. Mən iman edirəm. Я верю, что Бог воскресил тебя на третий день. Mən iman edirəm ki, Allah səni 3-cü gün ölülərdən diriltdi. Прошу тебя, прими меня в твою славу. Xahiş edirəm ki, məni öz izzətinə qəbul et. Если вы сказали эти слова сейчас в своем сердце с верою, Əgər siz indi bu sözləri ürəyinizdə imanla dedinizsə, знайте, что сейчас Бог просто поставил свою печать на вашем сердце. bilin ki, Allah öz möhrünü sizin ürəyinizdə Если qoydu. вы не сказали их сейчас, обязательно скажите сейчас, или дома вечером, или когда будет трудно, вернитесь к этой молитве. Əgər bunu demədinizsə, bunu mütləq deyin. İndi, sonra evdə Каждый человек должен произнести эти слова. bu duaya qayıdın. Hər bir insan bu sözləri deməlidir. Каждый человек должен принять Иисуса Христа. Hər bir insan İsa Məsihi qəbul etməlidir. Другого пути нет. Başqa yol yoxdur. Нет другого пути для спасения. Xilas üçün başqa yol yoxdur. Во имя Иисуса Христа. İsa Məsihin adı ilə. Аминь. Amin.